Təsəvvür edin ki, 2050-ci ildə insanların 70%-i şəhərlərdə yaşayacaq. Bəs şəhərlər bu qədər insan tutumuna malikdirmi və nə qədər əlverişlidir? Yaxud sualı belə dəyişək. Gələcəyin şəhərləri sizcə necə olacaq? Daha yaşıl, yoxsa daha ağıllı? Məhz bu məsələlər Dünya Şəhərsalma Forumunda müzakirə ediləcək. Forumda bunlarla yanaşı iqlim dəyişikliyi, ağıllı şəhərlər, nəqliyyat və infrastruktur, sosial bərabərlik, yaşıl enerji, ekoloji problemlər kimi mövzularda müzakirəyə çıxarılacaq. Onu da qeyd etmək lazımdır ki, WUF 13 qərar qəbul edən forum olmasa da, dünya siyasətinə böyük təsir göstərir. Bu səbəbdən də qeydiyyatdan keçənlərin sayı günbəgün artır və hazırlıq işləri də sürətləndirilib. Hazırlıqlarımız, tikinti quraşdırma işləri intensiv fazaya daxil olub. Bütün əməkdaşlarımız, WUF 13 Azərbaycan Əməkdaşlıq Şirkəti əməkdaşları intensiv şəkildə fəaliyyətlərini Bakı Olimpiya Stadionunda davam etdirirlər. Ümumi tədbir zamanı 40 əsas sessiya, 350 tərəfdaş tədbiri və dünyanın ən mühüm şəhərsalma sərgisi sayılan Urban Expo sərgisi keçiriləcək. Aprelin 11-dən 12-sinə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur. Forum dövlət rəsmiləri, QHT nümayəndələri, şəhərsalma mütəxəssisləri və ekspertlər, həmçinin özəl sektor nümayəndələrinə fikir və təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradacaq. Artıq 15 mindən çox şəxs tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Fidan Mahmudova, Emin Əhmədzadə, Nigar Etibar, ASTV Xəbər.